ötən gün Simonyanın da, parlament sədrinin də Ermənistanın belə bir çıxışı olmuşdu ki, Zəngəzur dəhlizi yox, Zəngəzur yolu. Belə çıxır ki, onlar dəhliz sözündən əslində çox olduqca qorxurlar. Necə düşünürsünüz? Artıq o alternativ, təklif etdiyi alternativ yol tarixə qovuşurmu? Yəni yeni Zəngəzur bizim təklif etdiyimiz yolla razılaşırlarmı? Belə deyək, hər hansısa bir layihəni çox gözəl şəkildə bəzəyib və ya kağız üzərinə töküb təqdim etmək olar. Lakin bunun icrası üçün az öncə qeyd etdiyimiz iki amil mütləq şərtdir. Bir, infrastruktur layihələri, ikincisi isə təhlükəsizlik və stabil bir vəziyyət. Ermənistanda stabil vəziyyətlə bağlı problem var. Ən azı Azərbaycanla sülh müqaviləsi imzalamadığı üçün böyük investisiyalar cəlb edə bilməz ki, bu böyük investisiyalar Ermənistan öz daxilində yoxdur. İkinci tərəfdən Ermənistanın bu layihələri icra etməsi üçün ilk növbədə öz daxilində bu nəqliyyat dəhlizlərini icra etməlidir. Yəni Ermənistan bu gün özünün şimalı və cənubu arasında effektiv nəqliyyat koridoru belə deyək yoxdur, nəqliyyat dəhlizi yoxdur.